gözəlliyə. Heç vaxt təsəvvür eləməzdim ki, Azərbaycanda kənddə doğula, kənddə yaşaya, gələm çıxam Rusiyanın belə yerinə, özüm də olam neftçi. Dəqiqə çöldə 25 dərəcə maroz var. Mən tanıyanlar, bilənlər elə bilir Rusiyada. Tək mən tanıyan yox, çox adam elə bilir Rusiyada yaşayan elə. Pul təklifdir. Biz burada lapatqalıyırıq. Pulu. Əslində qalsa, şəxsən mən özüm iş yerim. Yəni öz belə deyək, professiyam neftçidir. O bizə verilən maaşda yəni Azərbaycana görə düzdür, böyük maaşdır. Amma özümüz yəni belə yerdə qalırıq. Belə təkərəkli balok deyirlər burada. Yəni işimiz də ki, yəni hər şey hər şeyi dəyişdik. Kənddən gəldik Rusiyaya. Bir dənə bunu dəyişmədik, bu kənd ayaq yolsunu. Yəni yaşayırıq belə yerdə, surov usloviyada işləyirik. Maroz, qar. Uşaqlar günün 11 saatını işləyirlər, smen 11 saatdır. Fərqi yoxdur, yağış, qış, boran, maroz. Ona görə də maaşımız elə güclüdür. Düzdür, mən vaxtında mamamın sözünə qulaq asdım. Universitetə girdim, universitet oxudum. Özüm brigadir istəyirəm burada. Mənim işim çöl işi də öyle. Ona görə də valideynlərin sözünə qulaq asın, çalışın. Хотя бы oxuyun.